Salam, hər vaxtınız xeyir dostlar. Hər birinizi xoş gördük yeni videoda. Kanalıma göz gəzdirdiyim zaman gördüm ki, texnikaları müqayisə etdiyim videolar daha çox maraq çəkib, daha çox diqqətinizi çəkib. Ona görə də istədim bu gün sizlər üçün belə bir formatda video hazırlayam. Rusların BMP ailəsini Türkiyənin Kaplan ailəsi ilə qarşılaşdıram, müqayisə edim. Amma istəyirəm əvvəlcə bunların tarixi keçmişi haqqında qısaca bir sizlərə məlumat verim. Əgər içərinizdə deyən olsa ki, bəs maraqlı deyil, dərhal müqayisə hissəsinə keç. Aşağıda videonu hissələrə bölmüşəm, oradan dərhal müqayisə yerinə ötürə bilər. Amma tövsiyə edərdim ki, əvvəldən axıra kimi baxasınız, videonu izləsiniz, çünki maraqlı məlumatlar var. Piyada döyüş maşınlarına olan ehtiyac hələ keçən əsrin ortalarından başlayaraq formalaşmağa başlamışdı. Belə ki, 1950-ci illərdə artıq yüngül zirehli PDMlər istehsal edilirdi. Amma bu PDMlər adından da göründüyü kimi yüngül zirehli idilər, zirehləri zəif idi. Ölçüləri çox böyük olurdu, bu da onları asan hədəf halına gətirirdi. Eyni zamanda desantların mindirilib düşürülməsi zamanı müəyyən çətinliklər yaşanırdı. Zaman keçdikcə dünya ölkələri artıq başa düşürdü ki, bu piyada döyüş maşınlarını təkcə desantların daşınması üçün yox, həm də onlara atəş dəstəyi vermək üçün dizayn etmək olar. Rusiyalı mütəxəssis, zirehli texnikalar üzrə mütəxəssis keçmiş polkovnik Sergey Suvorov öz zirehli texnikalar haqqında kitabında qeyd edir ki, artıq dünya ölkələri yeni müharibə konsepsiyasına keçmişdilər. Belə ki, dünyada artıq taktiki nüvə silahları kimi kütləvi qırğın silahlarının istehsalına başlanılmışdı ki, bu da PDM heyətlərinin təkcə qəlpə və mərmilərdən deyil, həm də kimyəvi, bioloji və nüvə silahlarının təsirindən də qorumaq ehtiyacı yaradırdı. Bu məqsədlə də SSR hökuməti müsabiqə elan etdi və bu müsabiqəyə bir neçə konstruktor bürosu və tədqiqat institutu qoşuldu. Layihənin sonunda bu müsabiqəni Çelyabinsk traktor zavodunun istehsal etdiyi Obyekt 765 prototipi qazandı. Hansı ki 1966-cı ildən başlayaraq bu prototip BMP-1 adı altında istehsala veriləcəkdi və serial istehsal üçün Kurgan avtomobil zavodu seçildi. Yeni PDM 13 ton çəkiyə sahib idi. Sürəti saatda 65 km təşkil edirdi və zirehi ön hissədən 20 mm-lik mərmilərin təsirindən və bütün növ atıcı silahlardan, qalan bütün hissədə isə qəlpələrdən müdafiəni təmin edirdi. Bu döyüş maşınının ekipajı 13 nəfərdən ibarət idi ki, daha sonra istehsal modellərində bu say 11-ə endirildi, çünki içərisi çox sıxlıq olurdu. Bu 11 nəfərdən 3-ü PDM-in heyəti, qalan digər 8 nəfər isə desant təşkil edirdi. Eyni zamanda bu model amfibiya özəlliyinə sahib idi və suda sürəti saatda 7 km təşkil edirdi. Bu PDM-in ana silahı olaraq 73 mm-lik 2A28 Grom yipsiz topu seçildi. Hansı ki bu topun köməyi ilə kumulyativ zirehdelən mərmilərin atışını həyata keçirmək mümkün idi ki, daha sonra onun arsenalına qəlpəli fuqas mərmiləri də əlavə edildi. BMP-1-lərin ilkin modellərində əllə yükləmə mexanizmindən istifadə edilirdi, lakin daha sonra avtoyükləyici sistemlə əvəzləndi. Amma bu sistem özü ilə bərabər bir problemi gətirdi. Belə ki, sonradan arsenala əlavə edilən qəlpəli fuqas mərmilərinin ölçüsü biraz uzun idi və avtoyükləyici sistemə yerləşmirdi ki, bu da onların əllə yüklənməsini tələb edirdi. Ona görə də BMP-1 modellərinin bir qismində avtoyükləyici sistem saxlanılsa da, digər qismində əllə yükləmə prosesi həyata keçirilirdi. BMP-1 40 mərmi tutumuna sahib idi və bu mərmilər qüllə ətrafında ikili sıra ilə konveyerdə yerləşmişdi. Əlavə olaraq BMP-1-də 7,62 mm-lik pulemyot və Malyotka tank əleyhinə raket sistemi yerləşdirilmişdi. Hansı ki, Malyotka 100 km mənzilə sahib idi və o dövrün bütün tanklarına qarşı effektiv idi. Sergey Suvorov həmçinin qeyd edirdi ki, bu ilkin prototip o dövrün bütün dizaynerləri üçün klassikaya çevrilmişdi və buna görə də bu ilkin model, bu prototip bütün PDM-lərin önündə gəlir, bütün PDM-lərə liderlik edir. Belə ki, bu cür piyada döyüş maşını hələ 10 il sonra NATO ölkələrində ortaya çıxacaqdı. BMP-1 hər nə qədər inqilabi dizayn olsa da, zaman keçdikcə köhnəlirdi və onun 2A28 topu 500 metrdən çox məsafədə qeyri-dəqiqlik nümayiş etdirirdi. 1973-cü ildə Ərəb-İsrail müharibəsi zamanı Suriyanın istifadə etdiyi BMP-1-lər 14,5 mm-lik silahlar qarşısında və 105 mm-lik M40 topu qarşısında
zəif nəticə göstərdi və müharibədən sonra Rusiyanın bir qrup texniki Suriyaya göndərildi. Burada məlumatlar toplandı. Bu məlumatlara əlavə olaraq NATO ölkələrinin istehsal etdiyi PDM-lər haqqında da məlumatlar cəmləşdirildi və Rusiyaya qayıtdıqdan sonra BMP-1-lərin təkmilləşməsinə qərar verildi. Əlavə olaraq da həm Sovet İttifaqı, həm də NATO ölkələri artıq nüvə konsepsiyasından uzaqlaşmağa başlamışdılar ki, bu da BMP-1-lərdə əlavə təkmilləşmələrə ehtiyac yaradırdı. Modernizasiyadan sonra BMP-1P modeli ortaya çıxdı ki, bu modeldə əsas silah 2A28 topu saxlanıldı, amma qüllənin arxa hissəsinə tüstü qumbara atanlar yerləşdirildi və malyotka təyir sistemi konkurs və kornet kimi sistemlərlə əvəzləndirildi. BMP-1-in dərin modernizasiyasından sonra isə BMP-2 modeli ortaya çıxdı və bu modeldə 2A28 topu 30 mm-lik 2A42 topu ilə əvəz edildi və bu top ilə həm zirehdelən mərmilərin, həm də qəlpəli fuqas mərmilərin atışını həyata keçirmək mümkün idi. Bu topun qalxma uzağı 75 dərəcə təşkil edirdi. Nəzərə alaq ki, 2A28 topunda bu göstərici 30 dərəcə təşkil edirdi. Bu topun atəş mənzili sərbəst atışda 4 km, effektiv atəş məsafəsi isə 1,5-2 km təşkil edirdi. Silah sisteminin dəyişdirilməsi ilə yanaşı qüllə də dəyişdirildi və daha geniş qüllə ekipaj üzvlərinə daha geniş sahəni müşahidə etməyə imkan verirdi. Bütün təkmilləşmələrdən sonra maşının çəkisi artdı. Bununla yanaşı amfibi özəlliyi də məhdudlaşırdı və mühəndislər bunun qarşısını almaq üçün BMP-2-nin ətrafına köpüklə doldurulmuş üzgəclər əlavə etdi. BMP-2-nin zireh müdafiəsi də BMP-1-dən daha yaxşı idi. Belə ki, qüllə zirehi 5 ilə 23 mm arasında dəyişirdi ki, ən güclü zireh qüllənin ön tərəfi idi. Həmçinin topun ətrafındakı zireh sahəsi də 30 mm-lik mərmilər qarşısında effektivdir. Çünki top sistemi güclü qorunurdu. Səbəb də o idi ki, bu top hədəf halına gələ bilərdi və bu da onun müdafiəsini güclü olmasını tələb edirdi. Gövdənin isə zireh müdafiəsinin 5 ilə 20 mm arasında dəyişdiyi qeyd olunur. Yenilənmiş BMP-2 modellərində zireh müdafiəsinə əlavə olaraq aerotipli dinamik müdafiə sistemi də əlavə edilmişdir. BMP-2-lərin ilk döyüş təcrübəsi 1980-ci illərdə Əfqanistanda oldu. Belə ki, sürətli atəş qabiliyyətinə sahib topla silahlanan BMP-2-lər puskuda gizlənmiş düşmənlərə qarşı yüksək effektivlik göstərdi. Hətta 2003-cü ildə Amerikanın başçılıq etdiyi koalisiya qüvvələri İraqa hücum edərkən BMP-2-lər Abrams tanklarını belə məhv etməyə nail olmuşdular. Belə ki, bu zaman BMP-2-lərin 30 mm-lik mərmiləri Abrams tanklarının arxa zirehini dəlib keçərək mühərrik bölməsində yanğının başlamasına və tankın sıradan çıxmasına səbəb olmuşdu. 1977-ci ildən başlayaraq SSR hökuməti Obyekt 685 prototipi əsasında BMP-3-lərin istehsalına başladı. BMP-3-lər tamamilə yeni model olmaqla BMP-1 və BMP-2-lərdən seçilirdi. Həm silah sistemi ilə, həm zirehi ilə, həm hərəkət qabiliyyəti ilə digər modellərdən seçilirdi və tamamilə başqa bir platforma idi. Və 1987-ci ildə BMP-3 ordunun istifadəsinə verildi. Yeni model iki silah sistemi ilə təchiz edilmişdi. Bunlardan biri 100 mm-lik 2A70 topu, digəri isə 30 mm-lik 2A72 topu idi. Əlavə olaraq qüllədə 3 ədəd 7,62 mm-lik pulemyot və konkurs, paqot və kornet kimi tank əleyhinə raket sistemləri yerləşdirilə bilirdi. BMP-3-ün zirehi digər modellərə nisbətən daha güclü olmaqla ön hissədən 30 mm-lik mərmilərə qarşı, digər qalan bütün hissələrdə isə 12,7 mm-lik mərmilərdən müdafiəni təmin edirdi. Zaman keçdikcə BMP-3 yenilənmələrə məruz qalmışdı ki, bunlardan BMP-3F, BMP-3K, BMP-3M modelləri ortaya çıxmışdı. Qeyd edim ki, bizim ordumuzun silahlanmasında BMP-1, BMP-2 və BMP-3M modelləri var. BMP-1 və BMP-2-lərin böyük bir hissəsinin SSR-dən miras qaldığı qeyd olunur. BMP-3M-lərin isə 2011-2012-ci illərdən səhv eləmirəmsə, Rusiyadan gətirildiyi məlumdur. BMP-3M, BMP-3-ə nisbətən bir sıra özəlliklərə sahibdir ki, yenilənmiş özəlliklərə sahibdir ki, bunlardan mühərrik, hərəkət qabiliyyəti, zireh sistemi olaraq
ondan fərqlənir, köhnə BMP3-dən fərqlənir. Belə ki, əsas silah sistemi eyni olaraq saxlansa da, silah stabilizasiyası və atəşi idarəetmə sistemi yenilənib. Zireh müdafiəsinə Kaktus dinamik müdafiə sistemi əlavə edilib. Bununla yanaşı BMP3 modellərində Arena aktiv müdafiə sistemi də quraşdırıla bilir. Eyni zamanda BMP3-lərdə 500 at gücünə sahib UTD-29 mühərriyindən istifadə edilirdisə, BMP3 modellərində 660 at gücünə sahib UTD-32T mühərriyindən istifadə edilir. Bu da onun manevr qabiliyyətini və sürətini daha da artırır. Bununla yanaşı, əgər BMP3 modellərində klassik optik nişangahlar və məhdud gecəgörmə cihazları yerləşdirilmişdisə, artıq yenilənmiş BMP3 modellərində lazer məsafə ölçən cihaz, müasir atəşi idarəetmə sistemi, termal nişangah, istilik kameraları kimi müasir sistemlər quraşdırılmışdı. Tərəzinin digər gözündə isə Türkiyənin 2016-cı ildən başlayaraq həyata keçirdiyi Kaplan layihəsi var ki, bu layihəyə Kaplan 10, Kaplan 20, Kaplan 30 və Kaplan MT orta ağırlığı tank layihəsi daxildir. Kaplan 10 modeli antitank raket sistemləri ilə təchiz edilib və amfibiya özəlliyinə sahib olmaqla saatda 75 km sürətə sahib piyada döyüş maşınıdır. Kaplan 20 və 30 modellərində 30 mm-lik ya MK44 topu ya da Təbər 30 avtomatik top sistemi yerləşdirilib. Əlavə olaraq silahlanmaya 7,62 mm-lik pulemyot və antitank raket sistemi quraşdırılıb. Orta ağırlıqlı çəkiyə sahib Kaplan MT tank layihəsində isə bu model 32-35 ton aralığında çəkiyə sahib olub 105 mm-lik topla təchiz ediləcək. Yəni bir sözlə Kaplan layihəsi modul tipli platformadır. Əməliyyat tapşırıqlarına uyğun olaraq alt sistemlərlə və müxtəlif döyüş başlıqları ilə təchiz edilə bilər. Bu videoda isə istəyirəm BMP2 ilə Kaplan 20 modellərini müqayisə edim, çünki bunların içərisində bir-birinə uyğun gələn modellər bunlardır. Bir tərəfdə böyük təcrübəyə sahib qocaman Rus veteranı BMP2, digər tərəfdə isə yeni, müasir, güclü, amma təcrübəsi olmayan Türk terminatoru Kaplan 20. Qeyd edim ki, Kaplan layihəsi haqqında o qədər çox şey danışa bilməyəcəm, çünki ətraflı məlumat verilmir, nə zirehi haqqında, nə də digər özəllikləri haqqında xırdalığına qədər məlumat verilmir, amma bacardığım qədərilə, tapdığım qədərilə məlumatları sizin nəzərə çatdırıb onları qarşılaşdıracağam. Müqayisəyə keçməmişdən əvvəl ilk bir xalı BMP2-yə vermək istəyirəm, çünki onun uzun müddətli bir döyüş təcrübəsi var. Qeyd edim ki, Kaplan 20 hər nə qədər nəzəri olaraq kağız üzərində yüksək keyfiyyətlərə sahib olsa da, bəlkə normal olaraq yenidir, döyüş təcrübəsi yoxdur. Çünki döyüş təcrübəsi zamanı, müharibələrdə, döyüşlərdə istifadə zamanı onun mənfi və müsbətləri üzə çıxır. İkinci olaraq silah sistemlərindən danışsaq, BMP2 30 mm-lik 2A42 top ilə silahlanıb dediyim kimi. Bu top müasir toplardan hesab edilir, amma qeyd olunur ki, Kaplan 20-nin atəşi idarəetmə sistemi daha yenidir, daha müasirdir. Amma qeyd etdiyim kimi, BMP2-nin müasir modellərində, təkmilləşdirilmiş versiyalarında bu xüsusiyyətlər də nəzərə alınır. Zireh müdafiəsinə gəlincə isə BMP2-nin zirehi ənənəvi polad zirehdir ki, az öncə danışdıq, parametrlərini də qeyd etdim. Amma Kaplan 20-nin zireh müdafiəsi haqqında bir məlumat yoxdur, ətraflı məlumat verilmir. Amma qeyd olunur ki, modul tipli zirehdir Kaplan 20-nin zirehi və müasir səviyyədə inkişaf edib və BK qabiliyyəti, yəni sağ qala bilmə qabiliyyəti, həyatda qala bilmə qabiliyyəti yüksək səviyyədədir. Mühərriyi baxımından da Kaplan 20 BMP2-dən öndədir. Belə ki, onun mühərriyi variantlardan asılı olaraq 500 ilə 700 at gücünə sahibdir. BMP2-lər isə UTD-20 mühərriyindən istifadə edir ki, orijinal versiyalarında 280-300 at gücünə sahibdir. Amma ki, əgər seçim qarşısında qalsaydıq ki, BMP2 yoxsa Kaplan 20, mənim fikrimcə BMP2-ni seçərdim. Çünki BMP2 qeyd etdiyim kimi ordumuzun istifadəsində uzun müddətdir ki, tətbiq edilir. Uzun müddətdir ki, ordumuz tərəfindən istifadə edilir və bizim hərbiçilərimiz bu sistemə daha yaxşı tanışdır. İkinci olaraq da Kaplan 20-nin müasir sistemləri, ehtiyat hissələri həm daha baha olar məncə, həm də ki, onların tədarük edilməsinə bir sıra ölkələr icazə verməlidir ki, bu da zaman-zaman siyasi problemlər ortaya çıxara bilər. BMP2-lərin ehtiyat hissələri isə həm ucuzdur, həm də asan alına bilən hissələrdir. Doğrudur, bəlkə də BMP2-lərin modernizasiya səviyyəsi limitlidir. Müəyyən yerə qədər modernizasiya edilə bilərlər və ətraflı yenilənmə üçün
təməl dəyişikliklər tələb oluna bilər, amma BMP-çilər düşünürəm ki, bizim üçün uyğundur. Həm də oxuduğum qədərilə BMP-çilər kaplanlardan daha yüngüldür. Bu da onlara daha yaxşı manevr qabiliyyəti və sürət qazandırır ki, hansı ki günümüzdə zireh müdafiəsi ilə yanaşı çeviklik də xüsusi əhəmiyyət daşıyır. Amma hər nə qədər Kaplan 20-lərin ehtiyat hissələri, təchizatı baha olsa da, onların sağ qalma şansı daha çoxdur. Çünki qeyd etdiyim kimi zirhə güclüdür, avionik sistemləri, optik sistemləri daha yaxşıdır. Və sizin seçiminiz hansı olardı? Sizcə BMP-2-lər Kaplan 20-lərlə və ya başqa düşündüyünüz piyada döyüş maşınları ilə əvəz oluna bilərmi? Əvəz olunmalıdırmı? Bu barədə fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Bura qədər izlədiyiniz üçün hər birinizə minnətdaram. Gələn videolarda görüşənədək hələlik.